Salam dəyərli izləyicilər, Bakıda 8 şagirdin saqqızdan zəhərlənməsi ilə bağlı rəsmi açıqlamanı diqqətinizə çatdırıram. Videonu hər kəslə paylaşın. Burada üstəgəl işarəsinə bir dəfə toxuna bilərsiniz. Dəyərli izləyicilər, bu barədə Ölkə Ağzının sorğusuna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən cavab verilib və qeyd olunur ki, sınaq nəticələrinə əsasən həmin saqqız məhsulunda uyğunsuzluq aşkarlanmayıb. Söhbət dirol əmtəyi nişanlı qarpız yemiş aromalı saqqızdan gedir və agentliyin əməkdaşları tərəfindən ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında da plandan kənar yoxlama keçirilib. Baxış zamanı marketin satış vitrinində və anbarda yararlılıq müddəti bitmiş, saxlanma qaydasına əməl olunmayan saqqız məhsulları aşkar olunmayıb. Dirol əmtəyi nişanlı saqqız məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticələrinə əsasən həmin saqqız məhsulunda uyğunsuzluq aşkar olunmayıb və məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim edilən qida məhsullarının isə saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub. Bu 8 şagird onda dəlidir, gicdir, nədir, öz-özlərinə zəhərləniblər. Hər halda bunun bir səbəbi olmalıydı da. Yəni dirolda deyil, məktəbin bufetində də deyil. Havadan zəhərləniblərsə, bəs biz niyə zəhərlənmirik? Başqa şagirdlər niyə zəhərlənmir? Yəni belə açıqlama olarmı?